Biraz köhnə dərslərdə oturacaq beynimiz. Sesiniz bal değil mənim. Səsim bağlıdır. Hə. İndi səsim gəlir. Gəlir. Çox sağ ol. Deməli bir dənə baxaq. Deməli, əvvəldə ümumiyyətlə Python girişində biz dedik ki, obyekt yönlü proqramlaşma 4 əsas prinsipə dayanır. Hansıdır? Biri encapsulation-da, digərlərində keçəcəyik təbii ki də. Çox vacib dərslərdən biridir. Keçək aşağı. Hə. Nədir ümumiyyətlə? Bilmirəm, bu vaxtınız olub araşdırmağa yoxsa yox. Məlumatı qorumaq, nəzarəti idarə etmək. Yəni istənilən bir şəxs gəlib onun rahatlıqla dəyişə bilməsin və yaxud da hansı şərtlərlə dəyişə bilsin, onu idarə etmək üçün encapsulation-dan istifadə olunur. Bunun fərqli növləri var, indi baxacaq hamısına. Və yəni obyektin məlumatları məhv ola bilər. Onu sadəcə sən dəyişmək istəyə bilərsən. Bu kimi şeyləri idarə etmək üçün encapsulation-dan istifadə olunacaq. Burada ona aid bir misal var, ona baxacaqsınız. Məlumatı qorumaq əsas məqsəddir. Data protection deyirlər termin olaraq. Məlumatı qorumaq da bizim də təbii ki, yəni qorumaq istəyirsə ancaq encapsulation-a müraciət edəcəksiniz. Və ikinci bir üsul da nədir? Yəni istifadə məqsədi daxil edilən məlumatı yoxlamaq. Məlumat daxil olunur, mənfidir, sən mənfi istəmirsən. Məsələn, hansısa bir şərtlər var, onda validation, məsələn Excel-də var, digər proqramın hamısında validation var. Python-da da təbii ki, obyekt yönlü proqramlaşmada validation qaydalar istəyirsənsə obyektdə encapsulation-dan istifadə edəcəksən. Bir də var, kodun gələcəkdə dəyişdirilə bilməsi üçün interpreter lazımdır bizə. Nədir bu? Məsələn, belə deyək, gələcəkdə nəsə bir qayda əlavə eləmək istəyirsənsə, kodun qalan hissəsi dəyişməsin, ancaq o hissəsi dəyişsin istəyirsənsə, onda olacaq. Və burada yenə qeyd eləmişəm 4 əsas prinsipi. Ona görə encapsulation olmasa ümumiyyətlə obyekt yönlü proqramlaşma mümkün olmayacaq. Ona görə də lazımdır bu dərsi bilmək. Private deyəndə nə nəzərdə tutulur? Digər dillərdə də olduğu kimi məxfi olan, yəni gizli olan, əlçatmaz olan məlumat, yəni obyektlərin proqramlaşma dillərində məlumatlarını gizlətmək, məxf eləmək private adlanacaq. Fərqli yanaşım təbii ki Python-dır. Hər bir proqramlaşma dilinin yanaşma tərzi var. Və Python buna aid bizə necə yanaşır? Proqramçısını sənə güvənirik və private anlayışı daha yumşaq belə yanaşma edib, fərqli yanaşma edib. Və burada nədən danışacağıq? Ən bəsit nümunə nədir? Init-lə ad verilməsi. Düzdür? Bu adı verir və sonra bu insan nə edir? O neyimi dəyişə bilir rahatlıqla. Bunu verdi, yaratdı. Düzgün başlayaq bunu. Götürək ataq buranı. Rahat belə gəldi. Tutaq ki, burada da kimsən S1. Bax deyirəm S1 nöqtə. Daha doğrusu birinci yaradaq student. Bu arada belə bir şey göstərim ondan qabaq. Siz mənə prosta deyin, bu işləyəcək, işləməyəcək. Ya da belə yazaq. Biz demişik ki, bunun altında nə olmadı? Classdan obyekt yaranmalı. Belə eləsəm nə olacaq? Bu halda. İşləyəcək, print çıxacaq. Nəyəsə bərabər etməli deyilik. Niyə işləmir sizcə? Əli əslində düzdür, amma bir dənə məsələ problemimiz var. Neyimə görə? Buna məlumat. Neyim boş? Bunu silək. Bunu silək bu vəziyyətdə. Bunu da silək. İndi oldu. Çünki arqument göndərmədi. Bəs bu halda belə olsa. Bəs studentin içərisində bir ad yazsaq işləyər? Maraqlı sualda ora gəlirdim. Ha, belə olsa çıxardacaq. Amma Ali sözünü niyə çıxartmadı? Ali sözünü çıxartmaq istəmişik ki biz burada.
Ali İstəməmiş. Print. Ali sözünün name yox idi, ona görə çıxartmadı. Hı. İndi name var, orada bir dənə arqument yazanda o name'in nə olduğu bəlli olur da. Ona görə çıxardır. Belə olsa gördün bu forma. Yəni belə də çıxartmaq olur. Klassın birbaşa məlumatını, klassın məlumatlarını görmək, bu obyekt yaranıb onu xüsusiləşdirmək, onu işləmək o ayrı. Onu dəyişmək, düzəltmək. Amma bir də var, sırf o klassın reseptə baxmaq. İstəyirsənsə belə. Təbii ki, o reseptə mən ayrını göndərdim avtomatik olaraq. Bu da ayrı məsələ. İndi biz gələk bu hissəyə. Bu adam gəlir, yaradır burada. S1 student dedi ki, Ali, düzdür. Bunu göndərdi və avtomatik olaraq S1-in adı nə oldu? Ali. Gəlib desəm ki, S1.name bərabərdir. Bu da oldu Vəli. Dəyişdim obyektin adını. Bunun qarşısını necə alım? set dartınla. Və rahat. Görürsən burada tam sərbəstdir, rahat şəkildə edə bilirsən. Biz bunu qorumaq üçün protect atributdan istifadə etmək. Bax indi burada baxsaq görəcəyik ki, S1-in adı Vəlidir. Halbuki yarananda obyektiv əri idi. Gəldi kimsə belə bir kod yazdı, həmin obyektin adını dəyişdi. Nəsə bir məlumatını dəyişdi. Fərqi yoxdur. Söhbət təkcə addan getmir. Onun üçün bax bir alt xəttdən istifadə edirik. Bax bir alt xətt. Fikir versiniz save nöqtə name yox, bir dənə bayaq elmində gördük. Bir dənə alt tire name. Belə eləsək. İndi işlədirəm. Gəl indi bunu biz görmək üçün belə eləyək də. Bəli olmurdu, elə bil əli qalır. S1 name. Bax, nə dedi? S1 name. Yuxarıda bizə verib. Bax, heç mən buna hal-hazırda baxa da bilmirəm. Halbuki S1-in name'i var da, düzdürmü? Baxa da bilmirəm. Belə yazsam necə? Belə yazanda bizi çıxartdı. Dəyişmək istəsəm, burada bizə problem yaradacaq bu. Alt tire. Və burada bir alt tire ataq. Bax, əlini vəli olaraq dəyişdim. İndi məsələ nədir? Gələk baxaq. Bir alt xəttlə biz ancaq belə istifadə eləməliyik. Yəni print eləsək, alt tire ilə dəyişmək də eləsək, yenə alt tire ilə fikir verdinizsə, mən normal qaydada alt tireləri əlavə eləyəndə hər şey qaydasında oldu. Yəni bir dənə fərqi oldu ki, nədir? Alt tireni əlavə eləyim, sonra istifadə edeyim. Yəni heç bir mənə alt tire ilə bir yerdə mənə heç bir problem yaratmır. Alt tire ilə işlədəndə hər şey qaydasında. Yəni dəyişirəm, istifadə edirəm, print edirəm. Alt tirenin məqsədi sadəcə xəbərdarlıqdır. Yəni bu nə deməkdir? İstifadə edə bilərsən, amma etməsən daha yaxşıdır. Yəni alt tire ilə isə proqramçı avtomatik olaraq düşünməlidir ki, bunu alt tire ilə yazılarsa, bu private, yəni bunu dəyişmək məsləhət deyil. Deməli kimsə bunu dəyişməmək üçün alt tireni qoyub bura ki, bu obyektin bu məlumatını dəyişməyin. Çünki gələcək bura yazacaq s1.name, düzdür? Görəcək çıxmır, xəta çıxır, problemdir, işləmir. Sonra alt tireni yoxlayacaq. Görəcək alt tireni çıxır, dəyişə bilirəm falan. Deməli, amma ən azından o siqnalı qəbul edəcək ki, bu xəbərdarlıq kimidir də, yəni bunu dəyişə bilməyim mən. Yəni başqa proqramçı mənə mesaj göndərib belə. Bəs private atribut var. Bu nədir? 2 alt xəttindən istifadə olunacaq. Bunun məqsədi nədir? Biz onu, gəl indi ona yoxlayaq. Məsələn, burada 2 dənə alt tire qoyacağam. Fikir versiniz, bura artıq rəngi dəyişdi. Bozardı rəng. İndi 2 dənə alt tire qoyuram. Burada da indi hamısına 2 dənə alt tire qoyaq. Yenə. Fikir versiniz, artıq 2 dənə alt tire ilə də mən əl çatan deyil də, yəni.
Bunları sitlab kommentariyalarım və silərəm. Print eləmək istəyirəm S1-in adını. Halbuki 2 avtor ilə yaratmışam da, adı əridir. İstifadə edə bilmirəm. Niyə görə? Artıq bu tam məxfi məlumatdır. Atribut error çıxardı. Aydındır. Bax bu formada biz heç cürə əl çatan olmasını istəmiriksə, yəni bunu kimsə götürsün, istifadə etsin falan məsələn, onu 2 dənə artdırın. Yox, ehtiyatla götürüb işlətsin alt tire. Yox, tam sərbəstsə heç ümumiyyətlə tire qoymadıq. Bunu belə yadda saxlasanız daha rahatdır. Name angling nədir? Məsələn, tam məxfi məlumatı yaratmaq olur. Necə yaratmaq? Belə yaradırıq da hazırda bu birinci obyektin adı əridir əslində. Prosta heç kimdən Özümüz yaradırıq, amma istifadə edə bilmirik də. nə onun adına baxa bilirəm, nə dəyişə bilirəm, heç nə deyə bilmirəm. Atribut error. Heç yoxdur. Python özü belə görə bilmir də orada onu. Başa düşdün necə? Elə bir şey yoxdur belə bir şey. Və sən onu götürüb istifadə edə bilmirsən. Və bax bu iki alt tire arxada buna çevrilir. Atributu gizlətmir də əslində. Arxada buna çevrilir. Yəni belə yazsan işləyəcək. Yəni o normalda S1 name, S1 alt tire name o işləməyəcək. Bu yazılış nə yazılışıdır? Bu yazılış. Bu deməkdir, biraz da çətinləşdirir də işi. Bu adam S1 yazmalıdır, nöqtə, sonra obyektin adı, klassın adını yazmalıdır, sonra atributu yazmalıdır. Bu şəkildə yazılmalıdır ki, o çıxsın. Biraz da elə bir qoruduq da məlumatı fikir verirsiniz. Artıq daha rahat əl çatmadı. Yəni əvvəlkinə baxın, gəldi S1.name dəyişdirmədim, bəli. Amma indi dəyişmək üçün mən bu kodu yazmalıyam. Klassın adını, hansı klassdan yaranıb və s. onları da yazmalıyam. Məqsəd yenə nə oldu? Tam gizlətmək deyil, təsadüfi istifadəni azaltmaq. Yəni daha əl çatmaz eləməkdə belə deyil. Bir tire ilə və iki alt tire ilə fərqi nə olacaq? İstifadə etmə xəbərdarlığı bir də name angling olacaq. Bir alt tireni yenə mən rahat istifadə edim. Bir dənə alt tire atdım, istifadə elədim. 2 alt tire onu əl çatanlığı çətinləşdi və daha çətin əldə elədim. Getter nədir? Bu yenə encapsulation'ın terminlərindəndir. Məlumatı oxuyan metod adlanır. Biz bunun üçün safe, bax bu standard metodda bu kimi şeylər keçmişdik. Biz bax bundan istifadə edəndə görürsünüz 2 alt tire ilə də, düzdürmü? Bunu götürək, ataq yuxarı. Bunu göndərmişik də. Bunu belə yazaq. Ataq bura. Bax bu get name yaratmışıq. Düzdür? Və aşağıda bu adı göndərmişik. Və print vasitəsilə biz bilirik ki, 2 alt tire olduğuna görə bunu əldə eləmək, oxumaq çətindir. Biz ona görə belə bir yaratdıq. Bu funksiyanı yaradıq ki, başa düşdüm, məxfidir. Amma mən onu biraz rahat əldə edeyim də, altından klassın adını falan yazmayım da, daha rahat əldə edə bilim get name-ilə. Bu da çox istifadə olunur. Deməli məxfidir. Amma bu şəkildə əldə edeyim, onu oxuya bilim. Onun adı nədir? Başa düşdünüz? Adı və s. başqa məlumat da ola bilər. Burada yazırıq biz return-ə. Burada yazdığımızı, yəni private olanın əlçatmaz private atributun necə yazmışıqsa, yəni 2 alt tire ilə bu şəkildə də yazırıq. Eyni şey, return-ə yazırıq. Bunları yadda saxlayın. Belə yazdığımız halda biz onu get name funksiyası ilə əldə edə bilirik. Deyə bilərsiniz ki, məsəl üçün get name eləməyək, başqa bir şey deyək. Sizcə işləyər, işləməz. Məsələn, get name eləməyə deyək. Adı ver. Belə bir funksiya eləsəm. Sizcə işləyər, işləməz. İşləyir. Yəni ona fərqi yoxdur. Yəni biz get name deyəndə sadəcə onu əldə eləmək üçün əlavə bir funksiya yaradırıq. Yəni get name təbii ki
daha çox istifadə olunandır. Yəni obyektin adını və ya başqa məlumatını. Fərqi yoxdur. O sadəcə funksiyalı da. Yəni orada get name-dir. Burada adı ver yaratdım. Yenə onu o şəkildə. Amma return-ə verdiyimiz şeyə baxın. Bu olmalıdır mütləq. Bu olmazsa biz onu fikir verdiksə printdə mən bunu yazıb çıxarda bilmədim. Mütləq klassın adı falan olmalıdır. Daha çətin bir yazışdır. Onu yazmaq da çətindir. Amma o məlumatı əldə etmək üçün belə bir funksiya yaradırıq. Bu funksiya ümumiyyətlə hansı funksiya idi? Hansı tip funksiya gedirdi bu? Obyektin məlumatlarını işləyən hansı metodlar? İnstans. Obyektin məlumatlarını işləyən metod. Düzdür? İnstans metod. Bax, real həyatdan məsələyə burada nümunələr var real həyatdan. ATM-dir, balansı göstər. Düzdür? Balansı göstərir, məlumatını verir, amma sən ona heç bir müdaxilə eləyə bilmirsən. Yəni onun əmri getdir məntiqidir. Sadəcə funksiya var və funksiyanın return-ünə ötürülüb həmin o balans və sən onu o balansı göstər düyməsini eləyəndə arxada bu kod işləyəcək. Obyekt sənin həmin belə deyim də hesabın obyekt forması onda balansı göstər funksiyası çağırılacaq və o da return-də bu şəkildə. Bu əlçatmaz, görsüz əlçatmaz bir məlumatdır. Sadəcə biz onu görə bildik də, başqa heç nə eləmədik. Getdir, bax budur. Bu işə baxacağıq. Deməli, nədir? Məlumatı oxuyan metod. Bunun adı belə olacaq. Və yaradılanda çox vaxt getlə yazılır. Get name, get balance, get nə bilim nə. Hansı olacaq? Setdir nədir? Məlumatı dəyişən metod. Və oxumağı başa düşdüm. Bəs dəyişmək yenə orada biz bunda siz tapşırıqda bundan istifadə eləmişdiniz. O həmin o məxfi məlumatı dəyişmək üçün mütləq bundan istifadə eləməliyik biz. Yəni qayda bu cürdür də, yəni başqa cür olmayacaq. Adı Əlidir. Set name adlı, yəni set name ola bilər, set balans ola bilər, fərqi yoxdur. Bu şəkildə yazılır. Dünyanın hər bir yerində setdir deyilir də buna. Encapsulation setdir. Və nə edirik? Məxfi olan məlumatın save yazılır və aydın məsələdir. Burada new name və ya new balance indi baxırsan nədir? Və həmin o iki alt tireli yazdığımız obyektin hər hansı bir məlumatını bərabər edirik yenisinə. Aşağıda çağıranda isə nədən istifadə edirik? Obyektin adını çəkirik, metodundan istifadə edib adı ötürürük. Yəni S1 nöqtə metodun adı nədir? Set name. Yəni bu metodu biz adını dəyişə bilərik, amma qlobalda istifadə olunan belə deyim, adlardan istifadə etsək daha yaxşı olar. Əlimizi elə öyrəşsə daha yaxşıdır. Bəli. Bu şəkildə dəyişdim. Deməli mən bunu dəyişmək üçün də artıq mən bunu necə dəyişə bilirəm? S1 nöqtə name edib dəyişə bilirəm. Artıq biraz daha məxfidir. Onu dəyişən ki versə mən bu metodu yaratmışamsa, mən bilirəm ki, bu ancaq set name ilə dəyişilə biləcək. Bunu da yaratmasam heç dəyişilə bilmir. Bu şəkildə set name. Burada indi. Təbii ki, burada indi mən dəyişmişəm, oxuya bilmirəm. Fikir versiniz, bunlar biraz belə başa düşməyə o barədə gəlir ki, mən bunu nətər print edeyim? Dəyişmişəm, yaxşı setdirmə. Mən bunu necə print eləməliyim? Təbii ki, bundan istifadə edəcəm, yəni getdirdən istifadə edəcəm. Gətirəcəm, atacam bura. Bir yerdə deyir, aşağıda var, bir yerdə. Söhbət ondan gedir. Və return verib də bu bizə. Print deyirəm ki, S1 nöqtə nə get name metodu bizə verdi əlini. Bunun bax obyektin hansısa bir məlumatını çıxartmaq üçün, əldə eləmək üçün, dəyişdirmək başqadır. Bir var nəsə üstünə gələsən, nəsə çıxasan, nəsə, nə bilim böyüdəsən, kiçildəsən, bu dəyişmədir, bu setdir. Amma yox, götürüb nəsə baxmaq istəyirəmsə, ancaq belə sadəcə baxmaq məqsədinə istəyirəmsə, onda getdirdən istifadə edəcək. Bu oldu deməli. Getdir oldu setdir.
Və indi baxacam, görəcəm ki, həm əldə eləmişəm, həm ekrana çıxartmışam private atributu. Tabii ki, məxfidir. Həm ekrana çıxartmışam, həm də dəyişmişəm nə ilə? Set name vasitəsilə. Burada da ona aid nümunə var. Getdir və setdir. İkisi bir yer. Görürsünüz belə. Aşağı gələk. Həm get name var, həm set name var. Setdir niyə vacibdir? Çünki məlumatı yoxlaya bilərik. Yaş mənfi ola bilməz. Bu nədir? Nə deməkdir? Bizim setdir encapsulation'da ümumiyyətlə obyekt yönümlü proqramlaşmada, klasslarda niyə görə çox lazımdır? Biz deyək ki, qaydalarda da, validationlarda da encapsulation istifadə olunur. Və dəyişmək deyəndə biz başa düşdük ki, buna dəyişməyə icazə veririk də. Amma bir dənə məsələ var ki, məsələn, deyək ki, buna ad ötürür, düzdür? Bu adın uzunluğu 3 hərfdən kiçik ola bilməz. Mən yaxşı bunu necə eləyim onu? Setdə onu eləməliyim, setdə. Setə ötürür. Bu kod işləməlidir və name gəlməlidir. Mən bura əli əvəzinə yazsam və yazsam, olacaq adı və. Oldu. Amma olmamalı. 2 hərfli adı yoxdur. Qaydada da qoymalıyım adı minimum 3 hərfli olmalıdır. Bunu eləməsin. Ona görə bunu mən gəlirəm, nə edirəm? Harada yazıram? Burada yazıram. If'in blokunda. If'in şərtini nə yazıram? Burada məsələn yaşı verir. Bizdə yaş deyil də indi. Biz buna gəlib düşən sözün len new name, düzdür. Bu bizə gəldi düşdü məsələn 2 hərf, 3 hərf, 3 hərf. Böyük olmalıdır. Nədən? Böyük olmalıdır 2 hərfdən. Onda bu kodu işə salsın. Əks halda məsələn burada təkcə şərt verilib. Qəbul olunmayacaq. Encapsulation əsas məqsədi budur. Yəni setdir vasitəsilə məlumatı dəyişə bilsin, amma hansısa bir qaydalara əsasən dəyişə bilsin də, belə deyək. 3 addırsa 3 hərfli olmalıdır minimum. İndi baxaq. Bax, əli. Çünki niyə mən ona ötürdüyüm və qəbul olmadı? Çünki biz burada if-dən istifadə etmişik setdir içərisində. Bu dəhşət çox istifadə olunur. Yəni bu çevirəcəksən. Adı dəyiş, məlumat dəyiş, amma bir şərtlə harda yoxlamanı keç sonra. Məsələn, burada yaza bilərəm ki, məsəl üçün buna uyğundur. Else, yəni if-else hər yerdə istifadə olunur da. Print ad hətta deyə bilərəm ki, 3 hərfdən az, 10 hərfdən çox ola bilməz. Biraz da genişləndirərəm şərtimi. Bura end verirəm və yaxud da başqa bir formatı yazış edirəm. Burada bizə çıxartdı, görsən. İndi mən buna gəlsəm buradan vəri eləsəm. Dəyişdi. Encapsulation'ın əsas məqsədi. Setdir nədir? Get setdir problemi nədir? Getdir və setdirin problemi nədir? Bu üsul var ha, bu üsul köhnə üsuldur. Biz daha müasir, daha yeni üsuldan istifadə edəcəyik. Property'dən istifadə edəcəyik. Metodu atribut kimi göstərir. Buna bir dənə nümunəyə baxaq. Deməli, property metodu nə kimi göstərilir? Atribut kimi göstərir. Yəni, bunu istifadə edəndə də bunu istifadə edir. Burada bir şeyə diqqət eləməsi bu arada. Yəni, bunu istifadə edək. S1 name deyəndə
Biz ümumiyyətlə bilirik ki, atributu istifadə edəndə yanında mötərizə falan olmur. Amma metod istifadə edəndə 2 dənə mötərizə açılır. Funksiya daxil düyməsi qurulmalıdır. Bu hansı üsuldur? Yeni üsuldur və bu bizə Python'ın təklif etdiyi gözəl bir variantdır ki, sən adı çıxartmalısan ekrana. Bu private addır. Sən onu necə çıxartmalısan? Amma burada bir məsələ var ki, sən onsuz da bunu açıq istəyirsənsə heç 2 alt ilə yazma, rahat götür. İndi elə bir məqam ola bilər ki, sən bunu private eləməlisən, həm də bu şəkildə oxumaq istəyirsən. Onda funksiyanı yazırsan, name funksiyası. Fikir verirsiniz, adı da name'dir. Halbuki funksiya adı deyil də, yəni nə sualına cavab verir, cavab verir, nə et sualına cavab verir. Onda return-ə verirsən həmin bu private atributun obyekt adı formasına verdik. Bu şəkildə biz istifadə edəndə artıq onu əldə edə bilirik. Deməli, bu property sözü neynədir? Metodu atribut kimi göstərdi. Halbuki bu funksiyadır. Aydın bu formada. Arxada metod işləyir. Biz yenə onu nə kimi görürük? Atribut kimi görürük. Bunun name'ə baxaq. Elə bir arxada yazıb ki, name bərabərdir əli. Və yaxud da init-lə. Property setter nədir bəs? Bax, init yaradılıb burada. Def name. Yenə burada name eyni qaydadadır, eyni şeydir. Bir də name setter yaradılıb. Ona görə property setter. Və biz dəyişmək istəsək məlumatı. Bax, yenə oxuyanda sən istəyirsən adı oxumaq. Biz bayaq nə dedik? Getter və setter dedik də. Burada sizə göstərəcəm. Bu üsul, mən bunu keçdiyi başa düşdük ki, bu şəkildə metodların adına baxmaq, adını əldə eləmək və yaxud hansısa bir məlumatını əldə eləmək, bu şəkildə onları dəyişmək, bunları başa düşdük. Amma bu köhnə üsulda indi istifadə olunmur demək olar ki. Ona görə biz property və nədən istifadə edirik? Property setterdən. O da necə istifadə olunur? Bu iki variantdan istifadə olunur. Burada name adlı bir funksiya yaratdıq ki, name'ini göstərər. Return-ə verdik, save 2 alt ilə name'ini verdik. Düzdür? Və istifadə edəndə də əldə eləmək üçün S1 name dedik, bunu çıxartdıq rahatlığına. Halbuki bu metoddur. Və burada da dəyişmək üçün save value verir, yəni dəyişəcəyimiz dəyər və save name-i də bərabər edirik value. Çünki bu dəyişməlidir axı. Value gəlib düşməlidir bura. Buradan da sizə göstərim bunu. Məncə bu çətin dərs deyil, yenə də siz öz fikrinizi deyərsiniz. Bax, bu istifadə olundu setter əvəzinə, bu da istifadə olundu getter əvəzinə. Obyektimiz yarandı S1. Student Ali. Mən artıq bax burada gəldim, burada dedim ki, print S1 nöqtə name çıxartdım adını. S1 nöqtə nə ötürəcəm indi? Ötürəcəm name və deməli value ötürməliyik biz name-ə. Name setter olaraq. Bunu burada eləməyək. Bunu burada eləməyək. Bağlayıram. Gələk aşağıda. S1 nöqtə name funksiya kimi açıram. Təzə ad göndərəcəm də name metod. Və içərisinə ötürürəm və dəyişə bildiyim S1 name. Əvvəlki qaydada. Halbuki private idi. Type error string S1 name value. Əslində bu getməlidir bura. Value setter. Buna baxaq. Düz yazmamışıq onu.
S1 name. Hə, bunu 2 dənə iynə olduğuna görə iynə altdadır da name. Name setdir. Hüseyn olduğuna görə xəta verdi bu bizə. S1 name Murat. Yox, bu metod kimi istifadə eləməməliyik də. Deməliyik ki, S1 əvvəlki qayda nə idi? S1 name bərabərdir Vəli. Əvvəl belə dəyişirdi, onsuz da metod filan kimi yoxdur. S1-in adını dəyişmək, bəli. Belə istifadə etmək lazımdır. Halbuki bu dəyişməli deyil də, çünki bu privatedir. Burada yaradanda görürəm ki, bu private 2 alt tirəylədir, məxfi məlumatdır. Sən onu istəyirsən ki, oxuyasan, gettirin müasir metodu olan property-dən istifadə edəcəksən, ət işarəsi ilə. Sən onu bu şəkildə dəyişməyi asanlaşdırmaq istəyirsənsə, təbii ki, yenə bundan istifadə edəcəksən. Bu deyə bilərsiniz ki, yəni əgər bundan əvvəldən də eləyə bilirdim də, niyə görə bundan elə bu 2 dənə alt tirəni silərəm. Belə rahat dəyişimdə nəyə ehtiyac var ki, gettir və settir deyə bilərsiniz. Polnu haqqınız var. Amma məsələ nədir? Mən sizə həmişə deyirəm, 50 min manat maaşla, bu nümunəni yadda saxlayın, çünki çox lazım olacaq sizə. 50 min manat maaşla 3 ay işləyir, sonra 2000-ə qalxır. Sən 50 keçmişə gedib o 1000 manat maaşını qaldırmır ki, o 3 ay yaşanmışlığı var. O 1000 manatla 3 ay dolanmalıdır. İndi məsələ odur ki, bu bir müddət private olmalıdır. Sonradan əlavə edib nələrsə dəyişə bilərsən. Ona görə də bu kimi şeylərdə istifadə olunacaq. Getdir və setdir istifadə olunacaq. Yəni tam əvvəldən kodlara müdaxilə eləməmək məqsədi ilə elə. Çünki biz bilirik ki, onsuz da bunu yəni biz pularsız eləyə bilirdik də. Yəni bunlar olmasa da mən 2 dənə alt tirən silsəm rahatlıqla dəyişə bilirəm. Əldə edə bilirəm. Bəs bunun niyə lazım oldu? Bu da lazım olan situasiyaları görəcəksiniz mütləq ki, məxfi olmalıdır. Bəzi məqamlarda isə dəyişilə bilməlidir. Onda görəcəksiniz. Məncə bura qədər yaxşıdır. Çünki çox yükləmək istəmirəm. Bundan sonrakını keçib tapşırıq işləyəcəksiniz onsuzda. Siz hələ ki bura qədər oxuyursunuz. Biraz praktik bir də köhnə dərsinin tapşırığında bir yerdə oturun müzakirə edin, normal. Hamı öz fikrini desin. Görək kim nə edə biləcək, kim nə edə bilməyəcək. Bir yerdə komanda şəklində çətin deyil, biraz qarışıqdır. Ona görə bir yerdə hərəkət edərsiniz. Videonu dayandırıram, encapsulation ilə bağlı sual varsa buyurun.